xütbəyə başlamamışdan öncə bir elanı deyim. Allahın izni ilə ayın 16-sı, yəni bu ayın 16-sı axşam namazından sonra məsciddə Qədirxan bayram məclisi keçiriləcək. Məddahlar dəvət olunub, ehsan süfrəsi olacaq. Hər biriniz dəvətlisiniz inşallah. Peyğəmbər və ali Peyğəmbərə səlavat zikr edək. Allahümmə səllə əla Muhamməd ali acil fərcan. İnşallah bugünkü cümə xütbəmiz xilaskarlıq haqqında olacaq, xilaskarlıq missiyası haqqında olacaq. İlk öncə bunu qeyd edeyim ki, bilirsiniz artıq qarşıdan ölkəmizin milli qurtuluş günü gəlir. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan bir gün, tarixə qızıl hərflərlə yazılan bir gündür. Bu günü bizə yaşadan Allaha çoxlu həmd sənalar olsun, kimin ki əziyyəti var. Allah onlardan razı olsun, Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı qazilərimizə şəfa versin. Bu niyyətə səlavat zikr edək. Allahümmə səlli əla Muhamməd acil fərcan. Xilaskarlıq mövzusunda mütləq İmam Zaman ağa haqqında danışmaq lazımdır, bu mövzuya toxunmaq lazımdır. İstəyirəm xütbəyə bir hədislə başlayayım. Hədisdə buyurulub ki, İmam Zaman ağa zuhur edən zaman insanlara şərait yaradacaq ki, insanlar düşünsünlər və insanlar düşünüb ağlı ilə hər bir şeyi rahat şəkildə dərk eləsinlər. Bu iş İmam Zaman ağa zuhur edəndə olacaq. Bizə bu fürsəti verəcək ki, ey bəndələr, ey möminlər, ey iman gətirənlər, rahat şəkildə düşünün, ağlınızı işə salın və hər bir şeyi dərk edin. İnsan övladının xilas olması üçün ilk öncə gərək ağlını inkişaf elətdirsin. Ağıl inkişaf eləməlidir ki, insan özünü bütün çirkinliklərdən xilas eləsin. Bütün günahlardan xilas eləsin. Nə qədər pis işlər var, özünü oradan xilas eləsin. Bu nə vaxt? İmam Zaman ağa zuhur edəndə bu baş verəcək. Deyirik ki, İmam Zaman ağa zuhur edəndə yer üzərinə ədalət bürüyəcək, düzdürmü? Ədaləti insanlara zor gücü ilə tətbiq eləmək olar. Mümkün deyil ki, kimsə kimisə zor gücü ilə ona ədalətli olmağı tətbiq eləsin. Elə olsaydı fikir verin, 124 mindən Peyğəmbər gəlib. Məsumlarımız olub. Zor güclə öz qövmlərinə ədaləti təbliğ elər ki, sən ədalətli olmalısan. Belə olmadı. Bəs yaxşı. Necə baş verəcək, deyirik İmam Zaman ağa zuhur eləndə yer üzərinə ədalət bürüyəcək. Bu necə baş verəcək? Hədisə diqqət elə. Ədalət ağlın inkişafı nəticəsində olacaq. Bir insan öz ağlını rahat şəkildə inkişaf elətdirsə, cəmiyyətə bir dənə baxın, cəmiyyətdə hər kəs ədalətli olar. Niyə? Çünki hər bir işə ağılla yanaşır. Hər bir qərarı ağılla verir. Ona görə deyirlər, İmam Zaman ağa zuhur eləyən zaman yer üzərinə ədalət bürüyəcək. Bu anları yaşamaq üçün xilaskarın zuhuru üçün çalışmalıyıq. Əlimizdən gələnin artığını eləməliyik. Bir özümüzə sual verək, eləyirikmi? İmamın zuhuru üçün nə edirik? İmamın salamatlığı üçün nə edirik? Baxın, təsəvvür edin, imam bizdən istəyir ki, bilirsiniz nə istəyir İmam Zaman ağa? Deyir, ey möminlər, dua edin. Nə üçün dua edin? Mənim salamatlığım və mənim zuhurum üçün dua edin. İmam bizdən bunu istəyir. İmamın istəyi budur. İmam qeybdədir. Gözləyir ki, biz dua eləyək və İmam Zaman ağa zuhur eləsin. Bu zuhurun xeyri kimədir? Yenə bizlərə. Fərəc İmam Zaman ağanın zuhurundadır. İmam zuhur eləsin, yer üzərinə ədalət bürüsün. İnsanlar xoşbəxt olsun. Amma biz bunun üçün dua belə eləmirik. Hələ əlimizdən gələni qoydum bir qırağa, dua belə eləmirik ki, Allahım İmam Zaman ağa zuhur eləsin. Nə deyirik? Əşi, düzəlmir esinə. Alınmır da, neyniyim? İmam gələndə düzəldər vəziyyəti. Sözün əvvəlinə bax. Əvvəli səhvdir, necə yəni düzəlmir? Neynədin ki, düzəlmədi? Bəli. İmam Zaman ağa zuhur eləyəndə hər şey gözəl olacaq, hər şey ədalətli olacaq. Sən, mən imamın zuhuru üçün nə eləyirik? Necə çalışırıq? Əlimizdən o qədər işlər gəlir, hansı birini yerinə yetiririk? İmam Zaman ağa özü buyurdu, mənim fərəcim üçün dua eləyin.
Mənim zuhurum üçün dua edin, bir şey ki, bu zuhurun xeyri belə bir sizədir. Həzrət Peyğəmbər bilsin nə deyir? Biz dövrün imamını tanımırıq, ona görə. Həzrət Peyğəmbər deyir ki, kim zəmanə imamını tanımadan ölərsə, cahiliyyət dövründə ölmüş biri kimidir. Nədir cahiliyyət dövrü? İslam dinini qəbulləməyib. Cahiliyyət dövrü buydu ha. İslam dinini qəbulləməyib. İslam dinini qəbulləməyib nə deməkdir? Qıldığın namaz da boşdur. Tutduğun oruc da boşdur. Verdiyin xums da boşdur. Elədiyin ibadət də boşdur. Cahiliyyət dövründəsin. İslamı qəbul eləməyən biri namaz qılır. Nə namazdır? Yalandan əyilib durur. Oruç tutur. Nə orucudur? Mədə orucu. Boş yerə az qalır. Heç bir xeyri olmayacaq. İşimiz nədir? Zəmanə imamını tanıyaq. Zəmanə imamının zuhuru üçün hərəkət eləyək. Bir iş görək. Əlimizdən gələnin artıqını eləyək. Biz amma hələ əlimizdən gələni eləmirik. Nüdbə duasından bir hissəni oxuyub xutbəni bitirəcəm. Çünki bayaq Hacı ilə dedim, sonda bir dənə cümlə düşdü fikrimə. Onu elə yazdım, özümü itirdim. Daha ondan sonrası gəlmir xutbəni. Bir neçə hissəsini götürmüşəm. İmam Zaman ağaya aid olan hissə. İmam Zaman ağa ilə münazat edir. İmam Zaman ağa ilə dərdləşir. Bir dənə özümüzə baxaq, İmam Zaman ağa salamatdır da. Bizim əqidəmiz nə deyir? İmam yaşayır. Sadəcə qeybdədir. Biz onu görmürük. Nə vaxt imamla danışmışıq? Nə vaxt imamla dərdləşmişik? Bir imamla nə vaxt həm söhbət olmuşuq? Heç vaxt. Biz problem anında da imamla dərdləşmirik. Deyir, ya imam, kaş biləydim. Sən uzaqdasan, yoxsa yaxındasan. İmamı axtarır. Deyir, ya imam, kaş biləydim, sənin qədəmlərin hansı torpaqda iz buraxır? Görəsən Mədinədəsən, Məkkədəsən, yoxsa başqa bir yerdəsən. İmamını axtarır. Ən adısı bilirsin nədir? Deyir, ey imam, gözüm səni axtara səni görə bilməməyi məni yandırır. Nə pıçıldığı, deyir, nə də heç olmasa uzaqdan səsi və eşidə bilməməyi məni yandırır. Ən adısı budur, deyir mənim üçün. Gözümüz kimi görməkdən məhrum olur. İmam bizim ətrafımızda deyir. O bəsirət gözü deyirlər. Yoxdur bizdə imamı görək. Deyir, ağacan, bəlkə də bir neçə dəfə sən bizim yanımızda olmuşsan. Yanımızdan ötüb keçmişsən. Hətta ya imam, bəlkə bizə salam belə vermişsən. Amma biz səni tanımamışıq. Bəlkə sənin salamına cavabını da verməmişik. Ağacan, sənin dərd çəkməyin bizi yandırır. İmam nəyin dərdini çəkir? Bizim halımızı. Baxır ki, mənim bəndələrim nə qədər günahlar eləyirlər. Görür axı bizi. Görür ki, addım başı günah eləyirik. Əyləşdiyimiz yerdə günah eləyirik. Ayağa dururuq, günah eləyirik. Hərəkət eləyirik, günah eləyirik. İmam halımıza baxır, yanır. Əziyyət çəkir, narahat olur. Ya imam, nə səni qoruya bilirik, nə sənə ürək dilək verə bilirik, nə səndən dərdləşə bilirik. Ya imam, sənə qurban olum, sən qeybdə olsan belə bizi unutmursan. Daim bizim halımıza yanırsan. Bizdən fərəcin üçün dua etməyi istəyirsən, biz dua eləmirik. Biz günah edirik, sən narahat olursan bizim halımıza. Sən nə gözəl imansan. Nəzərin hər zaman bizim üzərimizdədir. Amma biz elə yaşayırıq ki, sanki sən heç vaxt gəlməyəcəksən. Ya imam, sən yoxmuş kimi davranırıq biz. Elə yaşayırıq da. Ağacan, nə vaxta kimi deyir, gözüm səni gəzəcək, nə vaxta kimi səni axtaracam. Heç bilmirəm, ya imam, sən o qədər gözəlsən ki, səni necə təsəvvür edeyim, səni necə vəsf edeyim. Deyir, bu nə dərddir, hamı ilə dərdləşirəm, bir dənə sənlə dərdləşə bilmirəm. Bütün yaradılışla dərdləşirəm, o sənlə dərdləşə bilmirəm. Bu nə dərddir? Deyir, mən sənin qəmini çəkirəm. İmamla münacat edən deyir, nüdbə duasında. Deyir, mən sənin qəmini çəkirəm. Amma deyir, baxıram, başqaları səni unudub. Səni xatırlamırlar. Sənin haqqında danışmırlar. Bu nə dərddir, deyir, heç kimin başına gəlməyib belə bir dərd, sənin başına gəlibdir. Ümmət İmam Zaman deyir, amma sənin haqqında fikirləşmir, səni unudublar.
Deyir, bilmirəm artıq dərdimi kimə deyim. Sonra deyir, ey Peyğəmbərin balası, səni görmək üçün neyniyim, mənə bir yol öyrət səni görüm. Görəsən, ömrüm çatacaq, səndən xoşbəxt olun. Sən gələsən, səninlə birlikdə xoşbəxt olaq. Görəsən, buna ömrüm çatacaq. İmam Zaman ağa, valla çox ehtiyacımız var. Dəhşət çox ehtiyacımız var. Xoşbəxtliyin açarı İmam Zaman ağadadır. Fikir verin, o cümlə budur bax. Qəlbimizə baxaq, hər kimi gəldi, daxil eləmişik o qəlbə. Hər kimi gəldi. Naməhrəm sevgisi də var, məhrəm sevgisi də var, dünya sevgisi də var. Doldurmuşuq bu qəlbimizi. Amma İmam Zaman ağaya yer saxlamamışıq. Ən acısını deyim, adamı birisini öldürəcək. İmam Zaman ağa gələcək. Bu baş verəcək ha. Bunu yadda saxla. Adamı öldürən bu olacaq. İmam Zaman ağa gələcək. Qəlbimizin qapısını döyəcək. Baxacaq ki, ona orada yer yoxdur, çıxıb gedəcək. Adamı öldürən bu olacaq. Biz bu qəlbdə İmam Zamana yer saxlamamışıq. İmam Zaman ağa üçün bu qəlbin qapısını bağlamışıq. Açmırıq o qəlbimizin qapısını, boşaltmırıq o qəlbi ki, ey imam gəl qəlbimizə daxil ol. Ona görə ən azından heç nə eləyə bilmirik. Ağanın zuhuru üçün dua eləyək. Allahdan istəyək ki, ya Rəbbəl aləmin, ağamızın zuhurunu təcil elə, ağamızı salamat elə. Bunun üçün çoxlu dua eləyək. İnanın, bu etdiyimiz dua ki var ha, vallahi billahi, tam əminliklə deyirəm. Səmimi qəlblə bu duanı eləsək, İmam Zaman ağanın zuhuru tezləşəcək.